Dostlar, sizə maraqlı bir xəbər təqdim edəcəm. Ət qutabı yox, at qutabı yeyirmişik. Ət yox, at. Deməli, məsələ nədir? Həqiqətən artıq adam bilmir də kimə inanar, nəyə inanar, necə inanar. Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Quliyev Cavanşir Tahiroğluna məxsus unlu qənnadı məmulatlarının emalı və satışı obyektində hazırlanan ət qutabında at DNT-si müəyyən edilib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb, bildirilib ki, daxil olan müraciət əsasında agentliyin əməkdaşları obyektə yoxlama keçirib, baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar normalara və s. və ilaxır cavab vermədiyi məlumat. Yüzlərlə belə obyekt var. İndi vətəndaşların ağlına ilk gələn fikir bu olur ki, yəqin haqq hesabı çatmayıb, belə düşüncələr olur. Əslində bu da müəyyən mənada haqlıdır. Çünki dəfələrlə olub ki, elə Qida Təhlükəsizliyi Agentliyinin öz əməkdaşları rüşvət hallarına görə belə deyə tutulublar, saxlanılıblar. Amma ümumiyyətlə mən hesab edirəm ki, düzdür, bu kimi yerlər, ictimai yaşayış obyektlərdə, iş yerlərdə, burada adamlar dolanırlar. Amma bir adamın əgər xüsusi zəruri, belə də vacib bir ehtiyac deyilsə, acından ölmürsənsə, çöldə, bayırda nəsə yemək, xüsusən də nə bilim o qutab filan, bu biraz nə bilim, yəni olmasa da olar da, yəni görürsünüz. İndi o yerdən illərlə insanlar at əti yeyiblər. İndi düşünün oranın müştərilərinin keçirdiyi daxili mənəvi vəziyyəti. Və biz, bəlkə biz də hardasa gedib bu yediyimiz at qutabıymış. Bunların heç birini biz bilmirik yaxın.